qeyd edim ki, açdığı bütün qafiyələr maraqlıdır. Yəni, əlimə düşəndən onu da qəzetdə qeyd edim ki, şairəm, var sözüm aləmdə mənim Əl-ayaqdan olaram. Əl-ayaqdan olaram, mən dili bilmar olmaram. Yəni, qafiyələrdə onun məntiqdir. O qədər qafiyələr əslində var. Mən bu cür meyxana riskləri baxdım. Şair riskləri, bu meyxananın işitini çıxınsın. Bu meyxana ustaddır. Ustad meyxana Allahdan gələn meyxana bir çərçivə daxil olur. Onun hansı bir çərçivəyə salınır. Demək mümkündür. Bu söz gəldi. Sənin ona demediğin sözü o sənə deyəcək. Sən də onu qabaqlayıb ona deyəcəksən. Yəni deyirəm, üzr istəyirəm, böyüklər sizin yanınıza çıxır. Doğrudan Elçin deməli yazmış, Çetin oraya bu cür bir şairə, bu cür bir meyxanasını onun neçədən yəni qafiyələrini, bir dənə qəzəlini salmışam qəzəlini. İnşallah qismətə bax. Bugün zəng edin dedi, orada olmayacam, sabah gəlin. Yəni görüş oldu, indi qəzəlini də salmışam, qafiyələrini də salmışam. Yaxşı şeydir, kimin haqqında sən bu dəqiqə yazırlar, edirlər? Elçin haqqında olmayanda. Bu meyxanadan, bu həyatdan gedin, bu meyxana tacından getdi, meyxana taxtından. Doğrudan yəni, indi neçə dənə mən tanıyıram gənc meyxanasını, Məşləqə kəndi oldu, digər kəndi. Elə deyir ki, adam Elçin kimidir yəni. Özüm indi kollecdə oxuram, orada mənə imtihan olan uşaqlar, hamısı özündən cavan getməsən baxmır, hamısı özünə ona bənzir. Yəni o demək deyil ki, görürsən bir bənzir. Gələ bəyəkli şəkil digər çıxır, bənzirdir. Bənzirdir deyil ki, mənim ustadım. Sınıq adam ki, Elçin mənim ustadım. Elçin görməyib. Yəni bələkə qulaq asılır, fanatik. Bu da əllərdə var mənim. Altları da onların sizin. Ki, gedim onu kasetdə qulaq asılır. Onun neyləsinə deyil, onun avazı ilə deyil, onun yolunda olur. Tev olsa tev var. Ama yol seçmek var. Şüphe olur.